Elə danışırsan, elə baxırsan, elə bir qarşında quru bir daşın. İpək saçlarını öpüb oxşayan elə bir nə varsa mən olmamışam. Səni dostlarımla, tanışlarımla mən tanış edərdim nə varsa bir-bir. İndi özgələri yad ehtiramla deyirlər tanış ol. Nə qəribədir. Azərbaycanın ədəbiyyat və mədəniyyət ictimaiyyətinə ağır itki üz verib. Müasir poeziyamızın görkəmli nümayəndəsi, xalq şairi, dramaturq, ictimai xadim Nəriman Həsənzadə vəfat edib. Nəriman Əliməmmədoğlu Həsənzadə 18 fevral 1931-ci ildə Qazax rayonunun Poylu qəsəbəsində anadan olub. Gənc yaşlarından ədəbi yaradıcılığa başlayan Nəriman Həsənzadəni 1960-1970-ci illərdə nəşr olunan Könlüm şeir istəyir, Unudulmaz günlər, Yadına düşəcəyəm, Nəriman və başqa kitabları ədəbi-ictimai mühitdə ona böyük şöhrət qazandırıb. Ədəbi əsərləri ingilis, fransız, alman, fars, italyan, çex, hind, ərəb, xorvat, rus və digər dillərə tərcümə olunub. O, əməkdar incəsənət xadimi, xalq şairi fəxri adlarına, şöhrət, şərəf, istiqlal, Heydər Əliyev ordenlərinə və Heydər Əliyev mükafatına layiq görülüb. Söz sənətkarı 2002-ci ildən prezidentin fərdi təqaüdçüsü idi.